Videoda gördüyünüz bu balaca dostumuzun bu yaxınlarda ad günüydü. Valideynlərlə birlikdə iCompa yaxınlaşdılar və valideynləri ona ad günü hədiyyəsi olaraq 2025-ci il buraxılışı olan Asus TUF Gaming F16 hədiyyə etdilər. Bu videonu çəkmək çox çətin oldu. Deyəcəksiniz niyə? Çünki bizim kişi bala video çəkilişdə iştirak etmək, danışmaq istəmirdi. Nə qədər mən xahiş eləsəm də, valideynləri də nə qədər israr etsə də razılaşmırdı. Amma ki, sonradan sonraya saqqızını uğurlaya bildik və sağ olsun ki, bəzi çəkilişləri eləməyə bizə icazə verdi. Ad gündən bağlı sadəcə ora bir xatirə videosu kimi çəkmək istəyirdim. O da alındı. Xatırladım ki, aldıqları notebookda prosesor Intel Core i5 13450 AGX-dir. 16 GB operativ yaddaş, 512 GB M2 sürətli SSD və video kartadakı yeni nəsil RTX 5060 8 GB. Balaca dostumuz fikirlərini sözlə ifadə etməməsinə baxmayaraq gözlərindəki sevinç hissini mən duyurdum. Ümumiyyətlə bu satış prosesində mənim ən sevdiyim momentlərdən biri gənc yeniyetmələrin və övladların hər hansı bir kompüterə və yaxud notebooka sahib olması anıdır. Arzu edirəm ki, bütün övladlar bu arzusuna çatsın. Hədiyyəmiz də verəndən sonra Şibalanla görüşdük. Ona arzularımı, diləklərimi və yeni notebooku münasibətindən təbrik elədim. Bundan sonra da notebooku artıq qablaşdırıb Şibalanı evinə yola saldıq. Ad günü mübarək olsun bir daha və valideynlərə təşəkkür edirik ki, alışını iComp'dan etdi. iComp hər kəsə bütün arzularının yerinə yetməsini ürəkdən arzuluyur. Bütün övladlarımızın da ən gözəl günlərini görməyi sizə arzu edirik.